Salam hörmətli izləyicilər, yeni bir video ilə qarşınızdayıq. Bu videoda sizlərə pensiyalan şəxslərə verilən bir dəfəlik ödənişlə bağlı məlumat verəcəyik. Bəli, növbəti aydan pensiyalan şəxslərə bir dəfəlik ödəniş veriləcək dövlət tərəfindən və bu haqda ətraflı məlumat verəcəm. Ödənişi kimlər ala bilər? Necə müraciət etmək olar və hara getməlisiniz bu ödənişi almaq üçün və ya elektron müraciəti necə etməlisiniz? Ətraflı şəkildə göstərəcəm hörmətli izləyicilər. İlk olaraq videoya keçməzdən öncə bu videonu mütləq bəyənin ki, video daha çox insana çatsın. Eyni zamanda kanalımıza mütləq abunə olun ki, növbəti videolardan sizin də dərhal xəbəriniz olsun. Bəli, hörmətli izləyicilər, Azərbaycanda əlillik pensiyası alan vətəndaşlarımıza dekabr ayının 3-də Beynəlxalq Əlillər Günü münasibətilə dövlət tərəfindən hər bir vətəndaşımıza 30 manat miqdarında bir dəfəlik ödəniş veriləcək. Qeyd edim ki, bu ödənişdən yalnız əlillik dərəcəsi olan vətəndaşlarımız faydalana bilər. Burada hər hansı bir kriteriya yoxdur. Sadəcə əlillik pensiyası alan vətəndaşlarımız dərəcəsindən asılı olmayaraq, 1-ci dərəcəli, 2-ci dərəcəli və ya 3-cü dərəcəli əlillikdən asılı olmayaraq bütün dərəcələr üzrə əlilliyi olan vətəndaşlarımız bu 30 manat müavinəti, yəni bir dəfəlik ödənişi daha doğrusu ala bilər. Bu ödəniş artıq bir neçə illərdir verilir və qeyd edim ki, bu ödənişin varlığından, yəni dövlətin bu ödənişi etdiyindən bir çox əlilliyi olan vətəndaşlarımızın xəbəri belə yoxdur. Bu video ilə o məqsədlə çəkilib ki, bir çox vətəndaşlarımız, xəbəri olmayan vətəndaşlarımız bizim çəkdiyimiz video vasitəsilə xəbərdar olsun və bu ödənişi almaq üçün dövlət qurumlarına və ya onlayn şəkildə dövlət qurumlarına müraciət göndərsinlər. Birbaşa və ya onlayn şəkildə. Ətraflı şəkildə izah edəcəyik. Ödənişin miqdarı 30 manatdır, hörmətli izləyicilər. Hər ildə bir dəfə verilir. O da dekabrın 3-də Beynəlxalq Əlillər Günü münasibəti ilə. Və qeyd edim ki, heç bir məhdudiyyət yoxdur. Sadəcə əlillik dərəcəniz varsa, 1-ci, 2-ci və ya 3-cü dərəcəli əlillik qrupları üzrə, yəni fərqi yoxdur. Əlillik qruplarının hamısına aiddir. Əlillik olan şəxslərə 30 manat miqdarında bir dəfəlik ödəniş veriləcək və bu ödənişi almaq üçün indi göstərəcəm sizə hansı müraciət növünü etmək lazımdır. Qeyd edim ki, iki yolla bu müraciət edə bilərsiniz. Birbaşa dövlət qurumunun özünə də yaxınlaşa bilərsiniz ki, indi ünvanlı və hansı dövlət qurumuna yaxınlaşmalısınız onu da izah edəcəm. Və elektron şəkildə də elektron poçt ünvanı ilə də siz bu müraciət edə bilərsiniz. Hörmətli izləyicilər, bizim müraciət etməli olduğumuz qurum Sosial Xidmətlər Agentliyidir və burada da ekranda olduğu kimi biz Sosial Xidmətlər Agentliyinin internet səhifəsinə daxil olmalıyıq. Sosial Xidmətlər Agentliyi əlaqə yazırıq və qarşımıza belə bir səhifə çıxır. Sosial Xidmətlər Agentliyi əlaqə vasitələri və buradan biz əlaqə vasitələrinə daxil oluruq. Daxil olduqdan sonra həm bizə Sosial Xidmətlər Agentliyinin dövlət qurumunun ünvanını göstərəcək, həm də ki, elektron poçt ünvanını göstərəcək və hər iki ünvanı biz burada görəcəyik. Görürsünüz, burada Sosial Xidmətlər Agentliyinin rəsmi internet səhifəsidir, dövlət qurumunun səhifəsidir və əlaqə vasitələri. Burada görürsünüz, ünvanı Bakı şəhəri Ziya Bünyadov prospekti, Çinar Plaza, biznes mərkəzi, 1-ci bina, 2-ci mərtəbə, hətta binaya qədər qeyd olunub, hörmətli izləyicilər. Telefon nömrəsi də var burada, 012 ilə şəhər nömrəsi. Və qeyd edim ki, 142 qaynar xəttlərə zəng edib məlumat ala bilərsiniz. Və ünvana gedən avtobuslar, yəni nəqliyyat vasitələri də burada göstərilib. 2 nömrəli, 9 nömrəli, 93 nömrəli, 7A, 7B avtobuslar da həmin ünvana gedə bilərsiniz. Hörmətli izləyicilər, birbaşa 30 manat bir dəfəlik ödənişi almaq üçün siz bu ünvandakı, yəni Bakı şəhəri Ziya Bünyadov prospekti, Çinar Park biznes mərkəzindəki Sosial Xidmətlər Agentliyinə yaxınlaşıb orada adınızı qeydiyyata saldırmalısınız. Lazım olan sənədlər isə, yəni özünüzlə aparacağınız sənədlər, öz şəxsiyyət vəsiqəniz və əlilliyi təsdiq edən sənədinizi özünüzlə aparmalısınız və orada adınızı qeydiyyata saldırmalısınız. Ondan sonra isə dekabrın 3-də sizə 30 manat bir dəfəlik ödəmə pensiya aldığınız kartın üzərinə və ya birbaşa bank vasitəsilə veriləcək. Rayonlarda yaşayan vətəndaşlarımız isə, əlilliyi olan vətəndaşlarımız isə hər rayon üzrə Sosial Xidmətlər Agentliyinin müvafiq şöbələrinə yaxınlaşa bilər və ya DSNF-nin şöbələrinə yaxınlaşıb, rayonlar üzrə şöbələrə yaxınlaşıb, oradan da ödənişlərini rahatlıqla qeydiyyata saldırıb ala bilərlər. Burada ekranda qeyd olunan ünvan isə Bakı şəhəri üzrə Sosial Xidmətlər Agentliyinin ünvanıdır. Aşağıda da konumu görürsünüz, hörmətli izləyicilər. İkinci yolu sizə izah edim. Birinci yol birbaşa yaxınlaşıb Sosial Xidmətlər Agentliyinin ödənişi almaqdır. İkinci yol isə elektron poçt ünvanı ilə müraciət göndərməkdir. Ola bilər ki, bəzi vətəndaşlarımız Sosial Xidmətlər Agentliyinə getmə imkanı yoxdur və ya hər hansı problemlə yaxınlaşa bilmir və elektron müraciət də göndərmək olur. Telefon və ya şəxsi kompüterinizdə də müraciət göndərə bilirsiniz. Müraciəti də elə bu səhifədən çıxmadan edə bilirsiniz. Elə həmin səhifədir. Görürsünüz ki, həmin ünvan yazılıb orada.
Ve burada görürsünüz elektron poçt yazılıb. 142'nin altında elektron poçt yazılıb ve karşısında Sosial Qovaz yazılıb. Ve bu nazirliyin elektron poçt ünvanıdır. Biz bu Sosial Qovazın üstüne bir dəfə basırıq. Bir dəfə basandan sonra bizi e-mail proqramına yönləndirir və buradan biz rahatlıqla sənədlərimizi daxil edib elektron müraciətimizi göndərə bilirik. Burada hər hansı bir mövzunu daxil edirik. Məsələn, 30 azın bir dəfəlik ödəniş. Belə yazırıq. Bu bizim mövzumuz, hörmətli izləyicilər. Bunu qeyd etdikdən sonra aşağıda qısa bir mətn də yaza bilərsiniz. Ad familiyanızı və doğum tarixinizi yazırsınız. Orada qeyd edirsiniz ki, əlilliyiniz var. Əlilliyi hansı tarixdən almışsınız və s. Qısa bir mətn yazırsınız. 3 cümlə, 4 cümlə və ya 5 cümlə fərqi yoxdur. Yəni bir cümlə də yaza bilərsiniz, fərqi yoxdur. Ad familiya və əlillik dərəcənizi qeyd edirsiniz. Həmin bu ikinci mövzudan aşağıdakı yerdə məktub yazın yazılıb burada. Və biz şəxsiyyət vəsiqəmizin şəklini çəkirik, ön və arxa tərəfini, eyni zamanda əlilliyi təsdiq edən sənədimizin ön və arxa tərəfini şəklini çəkirik və burada görürsünüz ki, yuxarıda bir işarə var, dairə formasında, yəni sağa ox işarəsinin sol tərəfində görürsünüz. Bu işarəni basmaqla buradan foto, kamera, fayllar və disk gəlir və buradan fotonu seçirik biz. Kamera seçsəniz birbaşa şəkilə yönləndirəcəksiniz, şəkil çəkməlisiniz, amma həmin şəkili siz hazır çəkib telefonunuza saxlayın, sonra buradan həmin sayta girin. Buradan fotonu seçirsiniz. İndi mən seçməyə ehtiyac yoxdur, çünki mən müraciət göndərmirəm, sadəcə sizə göstərmək üçün edirəm. Fotonu seçirsiniz. Fotonu seçdikdən sonra sizi qalereyaya yönləndirir, telefonun qalereyasına. Və oradan həmin şəkilləri, şəxsiyyət vəsiqənizin ön və arxa tərəfini, eyni zamanda əlilliyi təsdiq edən sənədinizin şəkillərini seçib, həmin bura məktuba əlavə edirsiniz, bir-bir. Yəni birini əlavə edirsiniz, sonra digərini əlavə edirsiniz. Yəni bir-bir əlavə olunur. Əlavə etdikdən sonra burada göndər işarəsi var. Həmin bu işarənin yanında, sağında göy rəngdə ox işarəsi görürsünüz, sağa meyilli və həmin ox işarəsini basırsınız və sizin məktubunuz artıq Sosial Xidmətlər Agentliyinə göndərilmiş olur. Onlar da bu elektron müraciətə baxır və sizin bir dəfəlik ödəmənizi 3 dekabr tarixində birbaşa pensiya aldığınız karta göndərəcəklər, hörmətli izləyicilər. Və ya birbaşa sizə zəng olunacaq, banka yaxınlaşıb ödənişinizi almağınızı tövsiyə edəcəklər. Yəni ödəniş bundan ibarətdir. Ödəniş üçün müraciət də bundan ibarət, hörmətli izləyicilər. Əgər əlavə sualınız varsa, videonun yorumlar qismində yaza bilərsiniz. Əmin olun ki, biz yorumları hər zaman oxuyur və sualları cavablandırırıq. Videomuz isə yekunlaşdı. Növbəti videolarda daha effektiv məlumatlarımız olacaq. Pensiyalarla bağlı, sosial müavinətlərlə bağlı. O da ki, videoları qaçırmamaq üçün kanalımıza mütləq abunə olun ki, növbəti videolarda bizə sizə ətraflı şəkildə məlumat verə bilək. Videomuz yekunlaşdı. Növbəti videoda görüşmək ümidilə.